səsi, musiqi ilə könüllərə yol alan canlı görüş. Şair İxtiyar Dönməz və Ülviyə Qasımovanın təqdimatında yayımlanan Qarabağın Səsi musiqili proqramı Qarabağın zəngin musiqi irsini və söz sənətini bütün dünyaya çatdıracaq. Proqramda bölgəmizin sevilən xanəndələri, müğənniləri, musiqiçiləri və saz söz adamları Xarı Bülbül ansamblının müşayiəti ilə bir araya gələrək tamaşaçılara unudulmaz musiqi anları bəxş edəcəklər. Qarabağın nəfəsi, muğamın sehri və sazın ecazkar səsini bir arada yaşamaq üçün bizi izləyin. Hər həftənin bazar ertəsi saat 22:00-da canlı yayımda Qarabağın Səsi YouTube kanalında Qarabağdan dünyaya ucalan səsə siz də qoşulun. Axşamınız xeyir olsun. Qarabağın Səsi verilişinin dəyərli izləyiciləri. Hər həftə olduğu kimi bu həftədə biri-birindən gözəl qonaqlarla sizlərin görüşünə gəlmişik. Bir daha axşamınız xeyir olsun. Qarabağın Səsi verilişinin izləyiciləri hər həftənin birinci günü saatlar əlbəttə ki 22:00 göstərəndə söz verdiyimiz kimi fərqli qonaqlarla, gözəl, özəl qonaqlarımızla sizlərin görüşünüzə gələcəyik demişik və bugün də çox gözəl, möhtəşəm qonaqlarla sizlərin görüşünüzə gəlmişik. İlk qonağımızı təqdim edirəm. Bəli. Azerstar yarışmasının yadda qalan, sevilən iştirakçısı, televiziya verilişlərindən ifalarını sevə-sevə izlədiyimiz populyar müğənni, bir sözlə Azərbaycanın İbosu Elmir Qəhrəmanov gəlir. İlk defa görmüşəm səni mən çay üstə öptü çənəmi o həsən həsən İlk defa görmüşəm səni mən çay düşənəmiz ah həsən həsən nə gülməz gözlərin heç gülməz bəlkə mən duymuram edirsən mənəz nə gülməz gözlərin heç gülməz bəlkə mən duymuram edirsən mənəz nə üçün bəs gözlərin heç gülməz nə üçün bəs gözlərin heç gülməz ay aman 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 ne Təbiətin
Çiçeğine çıksam etirli güllerden Der Qarabağdan Diline batıbsan yenə ey dil belə dərdi kədərə Nə batıbsan yenə ey dil belə dərdi kədərə Gül danış ömrümüzü qoyma ki getsin hədərə Mən səni sinəm arasında nihan saxlamışam Mən səni sinəm arasında nihan saxlamışam Odur ki, məqsədimiz indi veribdir səmərə Çıx çəmən seyrinə bax arzi cananımıza Bənzər əbrusi hilalə, üzü şəmsü qəmərə Ləbi innabi könül, çarədir biçarələrə Danışılşan elə bil, bal qatılıbdır şəkərə Bal qatılıbdır şəkərə Eğer təbiyyətin seyrine çıksan Etirli güllerden Der Qarabağdan Lale'den Gizden Ter menəşədən yarın Sinə yaz Qarabağdan Ayramın vurğuna mağdamın yaraşığına Vurğuna Vurğuna mağdamın yaraşığına Kurbanım benden Gül ışığına doğmam cemedim Öz aşığıyla həmişə olubdur Göz Qarabağdan bana Sağ ol Elmir Der yoxu var edən o varlıq yeri la məkandır eydi Yoxu var edən o varlıq yeri la məkandır eydir Qozalıb gedir xəlayiq özünü cavandır eydir Odur hökmüdarı aləm, ona quldur padişahlar Buna şək gedənlər olsa, onları inandır eydi Deyir, bax sən deyirsən, nə idik, nə yerdə idik, necə gəlmişik cahana Bunu dərk qıl fikirləş, sən özün amandır eydi Sifətində Hüsnü Yusif, nəfəsində Ləhli Davud Əli oğlu Nüşravanın üzü nur saçandır eydi Hacı Yetdin arzukamə, öp Əbəlfəzin məzarın O gözəl məzar olan yer necə xoş məkandır eydi Gələn geçməlidir dünyadan bir gün Sağ ol Elmir Gələn geçməlidir dünyadan bir gün
Sar Qarabağda, gəz Qarabağda. Gələn geçmədi dünyadan bir gün. Ancaq xatirələr qalar dost üçün. Ey bir gün məni istəsə könlüm, axtarın Qarabağda, gəzin Azərbaycanda. Duman dağlar gözəli, dağlar gözəli, dəmərim çal dəmərim, sənə qurban dəmərim. Duman ey dağlar gözəli, dağlar gözəli, dəmərim çal dəmərim, sənə qurban dəmərim. Sensiz divaneyem yaman ölürüm, sensiz divaneyem ölürüm. Sensiz nece gözüm ben de ölürüm, sensiz nece gözüm ben, sensiz nece ölürüm. Sensiz nece gözüm ben, sensiz nece duman dağlar gözlerim. Çal dəmərim, sənə qurban dəmərim. Duman dağlar gözəli, dağlar gözəli, dəmərim çal dəmərim, sənə qurban dəmərim. Təşəkkür edirəm Elmir müəllim, xoş gəlmisiniz əzizim. Ramil Qəhrəmanov, xoş gəlmisiniz. Elmir Qəhrəmanovun əmisi Əmisi oğlu. oğlu, Buyurun, bəli. gəlin keçin Xoş əyləşin. gəlmisiniz. Xoş gəlmisiniz. Elmir, qardaş şərəf verdiniz. Bakı şəhərindən zəhmət çəkib gəlmisən. Xoş gəlmisən. Elə əyləşməmiş bir ürək sözünü de qardaş. Əvvəl hər kəs salamlayıram, bütün Qarabağ Səsi verilişin izləyicilərini, eyni zamanda Qarabağ Səsi instrumental ansamblı salamlayıram, gözəl dostlar, var olun. Eyni zamanda İxtiyar sənə təşəkkür edirəm və gözəl xanımımıza təşəkkür edirəm bu gözəl verilişdə. Bizə də bir imkan yaratdınız, biz də Qarabağımızın yeri səsini bu bölgələrdə olan insanlara çatdıraq. Düzdür, biz verilişlərə dəvət alırıq, amma sadəcə olaraq öz rayonumuzda, öz torpağımızda belə bir verilişin olması bizə də çox qürur vericidir və möhtəşəm bir veriliş olacaq inşallah. Allah bütün nəinki Ağcabədi, ümumiyyətlə bütün Azərbaycanın, bütün gözəl musiqiçilərin, söz sevərləri, xiridarları, qiraətçilərinə can sağlığı versin. İxtiyar sən də bizim əzizimizsən. Vallahi şey kimi, minnət kimi çıxmasın Allah and olsun. Yəni mən sənin dəvətinlə gəldim bu verilişdə iştirak etmək. Yəni. Və özümə də çox böyük belə qürur hissi keçirdirəm. Və eyni zamanda Ramin də xoş gəlib. Ramin də həm oldu, qiraətçidir. Yaxşı qəzəllər verir inşallah. Şair, xoş gördük. Elmir, amma sənə mən təşəkkür etdim, amma bir nəfərə səndən öncə təşəkkür etmək istəyərdim ki, Qaryağdı əmmə. Azərbaycanın gözəl sənətkarı, vaxtilə sözün
demiş, mührün vurmuş, gözəl xanəndəmiz Qaryağdı müəllimə mən təşəkkür edirəm ki, Qaryağdı müəllimdən mən xahiş etdim ki, Elmir mən qardaşımı mən verilişdə görmək istəyirəm. O da dedi, sevə-sevə qardaş oğlu Elmir gələcək və Qaryağdı əmiyədə sürpriz olaraq mən Ramil qardaşımızı dəvət etdim. Ramil buyur. Çox sağ olun İxtiyar müəllim. Allah canınızı sağ eləsin. İnşallah verilişimiz uğurlu olsun. Siz gözəl ürəyə sahib insansınız. Allah sizləri var eləsin. Bütün musiqi yoldaşları da salamlayıram, tamaşaçıları salamlayıram ki, bugünkü gün əziyyət çəkib gəlib bizi dinləyirlər, dəstək olurlar. Uğurlu olsun inşallah. Təşəkkür edirəm. Buyurun əyləşin, xahiş edirəm. Keçin əyləşin və ikinci bizim qonağımız artıq şeir deyəndən sonra biz təqdim etdik. Çünki belə bir gözəl daha alındı. Amma üçüncü qonağımızı Ülviyə xanım dəvət etsin. Buyur. Növbəti qonağımızı sizlərə təqdim eləmək istəyirəm. Bərdəmizin, nəinki Bərdəmizin, bütün regionlarımızın, bölgələrimizin sevilən ifadəsi, toylarımızın, el şənliklərimizin yaraşığı. Gülnarə xanım, Günəşi dəvət eləyirəm. Hem aramlı hem de Qarabağlıyam, öz eşkimlə vətənimə bağlıyam. Dağlar qızı hem de Qarabağlıyam, öz eşkimlə vətənimə bağlıyam. Soruşsalar kiməm mən haralıyam, bu eldənəm
Ay çox sağ ol, var ol. Gülnara xanım xoş gəlmisiniz. Günlar xanım, xoş gəlmisiniz. Möhtəşəm bir ifa təqdim elədiniz. Elə bir ürək sözünüzü eşidək verilişimizlə bağlı, sonra keçin əyləşin. Burada əyləşən qonaqların və hər birinizin axşamı xeyirli olsun. Mən də bu yeni verilişinizi təbrik edirəm, arzu edirəm ki, hər zaman davamlı olsun. Əlbəttə ki, mənə də fəxirdir ki, bugünlərim Ülviyə xanım və sizlərin təşriflər bugünkü günü bu verilişdə iştirak edirəm. Allah hər zaman uğurlarınızı bol eləsin. Təşəkkür edirik. Təşəkkür edirik, xoş gəlmisiniz Günlar xanım. Buyurun, əzizim, Keçin əyləşin. əyləşin və mən fürsətdən istifadə edib, buyurun, ürəyiniz istəyən yerdən əyləşə bilərsiniz. Fürsətdən istifadə edib verilişimizin sponsorları haqqında qısa bir məlumat verim. Verilişimizin baş sponsoru Alsı Mol Ticarət Mərkəzi. Ağdam Ağcabədi şosesində, əlbəttə ki, Şərəfxanlı kənd ərazisində tam orta məktəblə üzbəyiz gözəl bir məkanda yerləşən 3 mərtəbəli ticarət mərkəzini mən rəhbərliyinə dərin təşəkkürümü bildirəm. Hacı, çox sağ ol, var ol deyirəm. Və növbəti sponsorumuz bizim üçün bax belə bir gözəl çəkiliş üçün şərait yaratdığı üçün Ağcabədi rayonu Kərizli kənd ərazisində yerləşən ailəvi istirahət mərkəzlərinin ən gözəllərindən elə biri olan Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümü bildirəm. Anar qardaş, çox sağ ol, var ol, qonaqpərvərliyinə görə təşəkkür edirik və Ülviyə xanım, qonaqlarımız haqqında bir nəsə sözüm varsa buyur. Hə, bir daha Qarabağın Səsi izləyicilərini salamlayıram və qonaqlarımızı salamlayıb hər birinizə bir daha xoş gəlmisiniz deyirəm. İxtiyar müəllim, istəyirəm ki, elə ilk olaraq Elmir müəllimə sual verim. İcazənizlə təbii ki. Və istəyirəm ki, aktual suallardan birini sual verim Elmir müəllimə. İndiki zamanəmizin ən aktual sualı. Elmir müəllim, bir çox müsahibələrinizi oxudum. Siz gəlməmişdən əvvəl, daha əvvəl sizi görmüşük, tanımışıq, sevmişik təbii ki. Və siz gəlməmişdən əvvəl istədim ki, görüm Elmir müəllim haqqında daha maraqlı nələrsə oxumağa çalışım. Bir çox müsahibənizi oxudum. Müsahibələrinizin biri mənim diqqətimi çox cəlb elədi. İstəyirəm elə o sualı sizin üçün səsləndirəm. Müsahibələrinizin birində demişsiniz ki, qardaşın da bu sənətdədirsə, istəməz ki, sən qabağa gedəsən. O müsahibəniz mənə çox toxundu. Və bugünə qədər gözləyirdim ki, veriliş gəlsin, Elmir müəllim qonağımız olsun, mən bu sualı ona ünvanlayım. Təbii ki, bu sualı da düşündüm ki, hal-hazırda ən aktual sualdır. Elə show biznesdə də, hər yerdə ən aktual sualdır. Ona görə istəyirəm ki, elə mənim bu sualıma cavab verəsiniz, əgər mümkündürsə. Nə üçün o fikrə gəlmişsiniz? Nəyə əsasən o cümləni işlətmişsiniz ki, qardaşım belə bu sənətdədirsə, istəmir ki, sən ondan qabağa keçəsən. Belə deyim də Ülviyə xanım, yəni bu mənim fikrim deyil, bu yəni neçə bir mən və bu həyatda, bu sənətin içində bir 30 ildir varıq, 15 yaşından indi yavaş-yavaş, sonra profesional səhnə, sonra Asif Sənaldan Musa kolleci görmüşəm, çox ifaçılar görmüşəm, böyük sənətkarlarımızda görmüşəm. Yəni bu mən tək mənim baxışım deyil, kimsə kimlənsə şəkil çəkdirirsə, kimsə kimlənsə yan-bayan durursa, o necə deyim sizə, yəni onlar Qısqanılırmı? Əgər ikisi ifacıdırsa, yəni yoldaş kimi, həmkar kimi çəkdirə bilərsən, amma qəlbdə elə bir ifacı tanımıram ki, mən tanımıram, mən görməmişəm ki, yəni o həmkarı istəsin ki, ondan yaxşı oxusun. Mən belə bir ifacı görməmişəm, çünki bu elə bir şeydir ki, idmandakı kimi çıxırsan finala, finalda qardaşınla düşsən, tutaq ki, finala, dünya çempionatıdır. Hansı ucuz, istəyərsən sən udarsan, olsa o sevinərsən. Sadəcə olaraq sənin uğurun olmalıdır bu həyatda. İmza atmalısan və təsdiqləməlisən. İlməsi yenə təkrar edirlər. Mən görməmişəm, bəlkə görənlər var. Bu sənət bəs çox belə başqa cür sənətdir. Heç kim istəmir ki, ondan yaxşı oxuyasan. Mümkün deyil yəni bu. Amma Elmir, qabaqlar belə deyildi. Mən ağsaqqallardan eşitmişəm. Deyir, günlərin bir günü Yaqub Məmmədov, Allah rəhmət eləsin, bu böyük sənətkarımız gəlir bir toy məclisinə, bir ət geyişmişmiş. Gəlib görür ki, bir gözəl bir kimsə mağarada oxuyur da, qabaq indi şadlıqlar yox idi, hamımız bilirik. Soruşur ki, kimdir bu, deyirlər, Zil İdris. Allah ona da rəhmət eləsin. Deyir, bu oxumaqdan sonra oxumaq günahdır. Görək, bu boyda böyük sənətkar bunu deyir və mikrofonu götürmür. Sonra, yenə deyirəm, eşitdiyimi deyirəm mən, 2 gün toylar gedir də. Səhərsi günü Yaqub Məmmədov biraz tez gəlir məclisə. Zil İdris gəlir ki,
ikincisi mağarada belə deyək də toyu ələ alıbdı, səs maşallah zəngülələr. Deyir, kimdir oxuyan? Deyirlər, Yaqub Məmmədov. Deyir, vallah bundan sonra oxumaq günahdır. Amma indi heylət deyil. Mən dəfələrlə şahid olmuşam, Elmir. Deməli, toydur da, toy sahibinin ürəyi istəyib, səni də çağırıb, məni də çağırıb, Ülviyə xanım da çağırıb. Hərə Allah bir səs verib, hərəyə Allah bir güc verib və biri çıxır, oxuyur. Biraz səsi olan qadir deyir ki, görün də mən çıxıb neynəyəcəm. İstəyir ki, onu əzə. Məsələ buradadır da, məsələ buradadır ki, yəni o indi Yaqub Məmmədov Allah rəhmət eləsin, böyük sənətkarımız. Siz gördüyünüz odur, görmədiyiniz də var ki, məsəl üçün bəlkə də Yaqub Məmmədov da o boyda sənə istəməz ki, ondan yaxşı kim olsun. Çünki Yaqubdan o tərəf oxuyan yoxdur axı. Məsələ buradadır. Bəli, Allah sizi var eləsin, Elmir. Allah köməyiniz olsun. Mən bir daha təşəkkürümü bildirirəm ki, bu verilişə gəldiyin üçün və Elmirlə mənim aramda, mən deyim də, bir nəfər də var ki, vasitəçi olub. Fuad qardaşımı, Fuad Ağcabədilini salamlayıram. Bizim dəyərli, gözəl müğənnimiz. İnşallah növbəti efirlərdə mütləq bizim qonağımız olacaqdır. İnşallah çox sağ ol Fuad deyirəm və Qaryağda əmmə bir daha təşəkkür edirəm. Ramil qardaşımız, Elmir qardaşımızın əziyyətini çəkib, Bakıdan bura gətiribdi, qaytaracaq da və bir neçə gündəki burada... Bütün qanarlar bunluqdur. Bəli, bəli. Və Ramil çox sağ ol, var ol deyirəm. Amma izləyicilərimiz səbirsizdir. Hər şey üzr istəyirəm qeyd edirəm. Fuad da mənim bibim oğludur, bilirsiniz də. Bilirəm, bilirəm. İncə sənətə bağlı olan insanlardır, onu da salamlayıram buradan. Fuad, öpürəm səni bağrıma basın. Və verilişimizin bax bu gözəl ifaları ilə gözəlləşdirən ansambl, Xarı Bülbül ansamblına mən çox sağ ol deyirəm. Əlbəttə ki, mən qeyd edeyim, üzrlü səbəblərdən bir neçə efir Rüfət Bayramov verilişdə olmayacaq işlə əlaqədar. Bizim verilişimizin ansamblının bədii rəhbəri Xaləddin Ayazoğlu başda olmaqla hər birində təşəkkür edirəm. Xoş gəlmişsiniz. Həmişə belə gözəl verilişlərdə olasınız. Operatorlar və bir daha Hüseyin studiyasını mən bir daha dönə-dönə istəyərəm ki, deyəm, razı olmasalar da, amma mən bunu deməliyəm. Hüseyin studiyasının bütün kollektivini çox sağ ol, var ol deyirəm. Qonaqlarımız özləri də, musiqiçilərimiz də, biz də, operatorlarımız da, Elmir, istəyir ki, səndən bir gözəl, amma mən deyəcəm mahnını. Olar mı? Ən çox sevdiyim mahnılardan biridir. Aramam. Bildin də hansı mahnı deyirəm? İbrahim Tatlıses'in deyirəm. Aramam, sormam bir daha. Bəli, Barsan bəli. belə Allaha çıxmasa gecəm. Amma yerindən də otur, bax orada da ifa eləyə bilərsən. Çağırsaydın gelmez miydin ya? Senin için ölmez miydim ya? Dünyamı ters etmez miydim ya? Aramam, aramam, aramam.
minlərlə gül vermək istərdim. Amma güllər solar. Sənə ömrümü vermək istərdim, amma bir gün öləcəyəm. Sənə sadəcə sevgimi verirəm ki, o əbədi yaşayacaqdır. Seviyorsun ben de seni yar. Hayranlar geri döndü yar. Leylek baba bile döndü yar. Aramam, aramam, aramam. Aramam sormam bir daha yalvarsan bile Allah'a. Çıkmasa gecem sabaha aramam. Peşinden geldim kaç kere, dünyamı yıksın bin kere. Kırıldım sonra bir kere aramam. Sınavda sevgi eşk okum çıkarıp atabilirim. Çekilip köylere yoktur yukum, geceler yatabilirim. Sınavda sevgi eşk okum çıkarıp atabilirim. Çekilip köylere yoksul yokum, geceler yatabilirim. Neymiş sevgi, eşk meleğe karışıp yuhum zehir balıyla. Ay çekip gözüme şöyle, geceler yatabilirim. Neymiş sevgi, eşk meleğe karışıp yuhum zehir balıyla. Ay çekip gözüme şöyle, geceler yatabilirim. Geceler yatabilirim. Geceler yatabilirim. Geceler yatabilirim. Geceler yatabilirim. İhtiyar buyur. Güzel şairimiz. Şirin yuxularım ərşə çəkilib. Mənə əzab verir zülmət gecələr. Hicranlı gözlərim yola dikilib, ömrümə yazılıb töhmət gecələr. Ay elmi, sevgi alovunda mən də yanmışam. Sevgi sadağında mən də donmuşam. Səni mən ömrümə çıraq sanmışam. Qismətim nə oldu möhlət gecələr. Coşub dəniz kimi çağlaya bilsəm, bir çələng toxuyub bağlaya bilsəm,
Ay Lüya xanım, bu nakam eşkimi ağlaya bilsən, mənə də rəhm edər, zülmət gedələr. Mənə də rəhm edər, zülmət gedələr. Ay bəzən sübhə kimi durub keşikdə ya mənim qaydıma qalayanma. Bəzən sübhə kimi durub keşikdə ya mənim qaydıma qalayanma. Hem az kucağımda hem de beşiğde Mənim şirin şirin lay lay çalarım Sağ ol Elmir. Allah səni var eləsin. Arzəbədimizin fəxri. Deyir insanoğlu yaxşı düşün sonun Allah dünyasını. İnsanoğlu yaxşı düşün sonun Allah dünyasının. Bir günahkar bəndəsiyik, biz də günah dünyasını. Deyir qardaş, şükür elə verdiyinə, öz bağından dərdiyinə, mənim demə gördüyünə, Qadir Şah dünyasının, Qadir Şah dünyasının. Deyir qardaş, kim ki nəfsə qul olmadı, bil ki saçın oy olmadı, daş üstündə daş qalmadı, neçə padşah dünyasının, neçə padşah dünyasının. Buyur Elmi. Ay bal tabi bilmez balanın tadı Özümdə kövrəlləm. Analar haqqında nə oxuyanda özümdə kövrəlləm. Ay bal tabi bilmez balanın tadın Sen dünyadan doydun bizden doymadın Adıma yanıştın közüme yandın Adıma açtın közüme yandın Ay menemenden artık yanarıma Mən söz verirəm, hər veriliş hikmətli sözlərlə qonaqlarımızın görüşünə gələcəyəm. Bəzi hallarda elə şeir yerinə bu hikmətli sözlər işlədəcəm. Yuxunu tərk etdin mən oyanınca Başımın üstündə dayandın xəstələnincə Göz yaşı axıtdın canım yanınca Əməyim böyükdür üstümdə anam Əməyim böyükdür üstümdə anam Vallahi Elmir Fərhad Hüseynoğlu məni dilləndirir Amma Ramil üzrlü hesab elə
Anamı elimden tez alma Allah. Qoyunun burcundan qaytarım biraz. Qardaşlar, acılar siz olun agah. Ana ürəyinə toxunmaq olmaz. Nə tez qocalmısan əsir əllərin. Niyə varlığımı çəkirsən dara? Ağappaq olubdur qara tellərin. Gözləri yaşlayan ürəyə yara. Xəstə olan zaman yanımı kəsib, deyərdin azarın gələydi mənə. Kövrək dodaqların üzümdə əsir. Ana qurban olun məhəbbətinə. Ana qocalsan da başında taşsan. Ana qəlbimdəsən, ürəyimdəsən. Hamıdan küsəndə dərdə əl açsan. Bir dəfə küsmədin, xəta edənsən. Sağla Elmir. Sarı Bülbül ansamblı. Ölüp yatağımda can veren zaman Ölüp yatağımdan can veren zaman can veren zaman Başı üstədir ümid təbibləmə Ey küskünə gözlər yaxtaran zaman Küskünə gözlər yaxtaran zaman Bir ki sən olmanı, bir ki sən olmanı Gəzirəm Aman 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 aytadak Yansın eller açanda Bülbül bana uçanda Yansın eller açanda Bülbül bana uçanda Oxuyanda nəğməmi Basırlayasan məni Oxuyanda nəğməmi Kasırlayasan bizi Kasırlayasan 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 bizi Kasırlayasan 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 beni Ay maşallah Kuşlar uçur göğsüne gelenden Güllerime gelmeyin deyenden Ay ışığına düşenden Kara gözlerine bakıp değer mi Ay ışığına düşenden Kara gözlerine bakıp değer mi Değer mi bana değer mi Kara gözlerine bakıp değer mi Bravo. Allah səsinizi qorusun Elmir bəy. İndi istəyirəm ki, növbəti qonağımız Gülnarə xanıma söz verək. İxtiyar müəllim, onu qeyd edeyim ki, tamaşaçıların da nəzərinə çatdırım ki, Gülnarə xanım həmçinin də xına partisidir. Çox gözəl xına təşkil eləyir, çox gözəl xına apartısıdır. Bərdəmizdə bütün bölgələrimizə Gülnarə xanım xına təşkil eləyir. Gülnarə xına evi. Həmçində belə gözəl səsə sahibdir.
Günar xanım, istəyirəm növbəti dəfə yenidən sizə söz verirəm. Sizin ifanızda çox gözəl bir nəğmə dinləyək. Buyurun. Görün də Ülviyə xanım özü xına aparıcısı ola, amma gör həmkarını Bəli, Günar xanım bizim sevimlimizdir, Eşq olsun əzizimizdir. sənin ürəyi və. Sağ ol. Teşekkür ederim her birinize. Buyurun. Buyurun. Yoruldum sevgilim, gürbüzden
isə Xarı Bülbül ansamblunun bədii rəhbər olan Xaləddin Ayazoğlu'nun ifasını dinləyək. Xarı Bülbül ansamblunun təqdimatında bir solo ifa dinləyək. Çox sağ olun, var olun. Xaləddin Ayazoğlu, bədii rəhbər, başda olmaqla Xarı Bülbül instrumental ansambla dərin təşəkkürümü bildirirəm. Və bu günləri Ülviyə xanımın mənim dəvətimi qəbul edib bu verilişə təşrif buyuran qonaqların hər birinə ayrı-ayrılıqda çox sağ olun, var olun. Təşəkkürümüzü bildirir və istəyərdim ki,
sponsorlarımız haqqında qısa bir məlumat verim. Ramil Qəhrəmanovdan bir gözəl bir şeir parçası eşitdik. Sonra Ürviyə xanım yekunda elə Fəhrat Hüseynoğlu'nun ifasında və gözəl ansamblın əlbəttə ki, gözəl ifasında bir gözəl bir solo ilə verilişimizə yekun vuraq. Mən fürsətdən istifadə edib verilişimizin baş sponsoru Ağdam Ağcabədi şosesində Şərəfxanlı kənd tam orta məktəbi ilə üzbəyiz gözəl bir məkanda yerləşən Alsu Mol Ticarət Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Və əlbəttə ki, müsisi xidmətlərə görə, ləziz yeməklərə görə, bizlərin hər birimizin qulluğunda hər zaman duran və bizim verilişimizdə belə bir gözəl çəkilişlərə şərait yaradan Kərzi kənd ərazisində yerləşən Ay İşığı Ailəvi İstirahət Mərkəzinin rəhbərliyinə çox sağ ol, var ol deyil. Anar qardaşımıza xüsusən təşəkkür edirik və dəyərli qardaşımızdan, gözəl qiraətçimizdən bir gözəl bir şeir parçası eşidək. Buyur, əyləşdiyin yerdə də deyə bilərsən, çox xahiş edirəm. Əyləş, bir gözəl bir şeir parçası eşidək və biz də izləyicilərimizlə sağollaşaq. Növbəti verilişlərə qədər deyək, gözəl şeirdən sonra ansambldan gözəl bir ifa eşidəcəyik və ansamblın solo ifası ilə verilişimizə yekun vuracağıq. Buyur Ülviyə xanım. Qarabağın səsi izləyicilərlə növbəti görüşlərə dək deyirik. Buyur. Şair bir daha xeyirli, uğurlu olsun. Verilişimizin açılmağa bir aydır maşallah partlatmışsınız. Deyib dil mürğünü seyr etmisən ey gözləri Şəhbaz. Dil mürğünü seyr etmisən ey gözləri Şəhbaz. Mən səndən uzaqlaşmaram ey dilbəri tənnaz. Hicr ateşinə yaxmacınən aşıqı zari. Məndən sonra çox axtaracaqsan bu diyarı. Olmazmı olaq biz səninlə eşqidə həmraz. Mən səndən uzaqlaşmaram ey dilbəri tənnaz. Təşəkkür edirik, çox sağ ol. Var ol deyirik və ansambldan, xüsusən də gözəl qarman ifaçısı Fərhad Hüseynoğlu'ndan gözəl bir solo ifa eşidək. Gecəniz xeyrə qalsın deyirik, növbəti görüşlərə qədər, növbəti verilişlərə qədər deyirik və bir daha qonaqlarımıza təşəkkür edirik. Buyursunlar.